səni çalxala. Əlim ocaqdadır, hara gedirsən? Bulaq başına. Az yeri geldi. İyi. Ne oldu? 4 gündür at belindən düşmüş. Bu dağ mənim, o dağ sənin. Yox, soruşuram ki, ne oldu? Nə? Demək, yenə qayıdacaqsan ora. Bu vur-havurda Nəbiyə necə deyim ki, gözləyənim var? Deyə bilmirsən? Yox. Lap yaxşı. Apar məni özündən. Mən deyim ona. Razı olmaz. Yox. Onda mən də səndən qalaram orada. Mən apardım, sən də qaldın. O belə kişinin arasında. Bəs cəmaat mənə nə deyər? Bəs o cəmaat Nəbiyə niyə heç nə demir? Məyər mən Həcərdən əski... Sən Həcəri bizə tay tutma. Həcər olmayan yerdə Nəbi də yoxdur. Onların xəmri bir yoğurulub. Elə bizim də xəbrimiz bir yoğurulub. Sən məni apar ora. Əgər mən Həcərdən geri qalsam, heç dədəmin qızı deyiləm. İnanmırsan? Nənəmdir. Ay, evim yıxıldı. Görüm, at tərkində gedəsən. Hoş gelmişsin Nebi Qağa. Sağ ol. Hoş gelmişsin. Ne oldu, getirdin? Bak, hamısını getirmişim. Nətər danışmışdıq. Bak, hamısı buradadır. Bu yeşiklerde. Eşittim sana, bəyliyi de veriblər, ha? Sen sayende. Hay uşaqlar, düşün atlardan. Yükleyin patronları. Zahmet çekme Nebi. Bundan sonra sana patron gereği olmayacak. Ha? Nin. Arvadı göyçer. Alıq eləmə Nebi. Silahı koy yere. Bağışla. Düzdür. Qulluğa sen koymuşsan beni. Ama çöreği onlar verirler axı mənə. Bey, ben seni kişi bilirdim. Deyirdim açıq döyüşte görüşərik. Açıq döyüşdə görüşmək sənin için böyük şərəf olardı. Sen quldursan, quldurun nazı ilə oynamazlar. Nətər olur bey? Cemaatı çabuk talayan sen özün, amma kasıb küsubun havalarına quldur deyirsən. Sen de buradasan Mirzə. Bunların hamısını gəbərdəcəklər. Amma səni göndərəcəklər Sibirə, gedər gəlməzə. Aton sümüklərini ziyarət eləməyə. Heyf ki, qubernatorun sərəncamı belədir. Tüfəngi ver. Koy silahı yere. Çarsa. İbrahim Bey, bu qurğunu sen qurmusan. Qandalları da özün vur onun qoluna. Haklısın Nebi. Düşman da olsak, haklısın. Kişinin koluna kandalı da gerek. Kişi
kişi vursun. Felek eylesin, yaman felek eylesin. Girdi gül bahçama, girdi gül bahçama, felek eylesin. Özüm neçə dağlar, görmüşəm neçə dağlar. Yetim yanağı bilək, göz yaşı necədir. Bu ibiş niye böyle öylədin, niye? Axı o rəiyyət içindən çıxmışdı. Çox vaxt elə rəiyyət içindən çıxanların özləri rəiyyətə qənim kəsir. Niye axı? Niye? Namərd. Mirzə, de görün biz neçə ildə vuruşuruq. 21 il, 8 ay, 19 gün. Hələ nə qədər vuruşmaq lazımdır ki, bu cəmaat bir ağ gün görsün. Aqil kişilər yaxşı deyiblər, xəstə tələsər, armud vaxtında yetişər. Nə qədər ki bu ibiş kimlər var, çətin yetişə Mirzə, sənin dediyin o armud. İndi belə çıxır ki, dəyirman bildiyin elər, çax-çax baş ağrıdar. Günlərin bir günü meşəyə vəlvələ düşür ki, üstümüzə əl boyda bir dəmir parçası gəlir. Hamımızı qırıb çatacaq. Qoca palıd başını yırğalayır, deyir əşi, əl boyda dəmir parçası nədir ki, bizim kimi 100 illik, 1000 illik ağacları qıra bilsin. Onu başa salıb deyirlər, sapı bizdəndir. Ağacdan. Qoca palıd fikrə gedir. Deyir, əgər sapı bizdəndirsə, qırar. Hamımızı qırar. İndi ay nəbi, düşmən baltasına sap olan namər düşmənin özündən qorxuludur. Səlim bəy. Eşitdim, nə bilim, Etək qalasına göndərirsən. Zəhmət çəkmə, özüm apararam. Otur, yaz. Mən qulluq adamıyam, xanım. Ya qulluğun, ya başın. Yaz deyirəm sənə. Nəbini aparmağa gəlmişik. Səlim bəyin əmridir. Kağızınız var? Var. Göstər görüm. Aç qapını. Siz ikiniz gəlin, o qalsın burada. Yaxşı tutunum var. Çəkirsən? Hansındandır? Həsən Dədənovdur. Sonra nə oldu? Nəbi burada dözmədi. Dedi ki, nə dedi? Səlim bəy, arazda bir kişi yoxdur ki ya. Onu düzləyib. Bir şey versə qabağa. Onda Səlim bəy dedi, Coxa, geç irəli. Vur qandalı bunun qollarına. Sən işlə, varam sənin kilimə. İcazə olur. Cənab Nəçənlik. Səlim bəydən əmr var. Səlim bəydən? Səlim bəyə...
Əli? Əli, mən evin yıkılsın. Nabil, Hacı! tut. Tez ol. Geç görme. Ben kulluğumda hazır da biçimde. Diyesen gelirsen ha. Sağ salamat. Dustaqların hamısını bırakırsan. Baş. Eşittin de dustaqların hamısını bırakırsan. Baş. Oralardan başka. Baş. Baş. Baş.